Gözlənildiyi kimi olduqca sürətli və dinamik oyun keçdi. Rəqibimizin geridə qalan 12 turda göstərdiyi oyun təqdirə layiqdir və bəlkə də çempionatımızda səhv eləmirəmsə ən çox qol epizoduna girən komandalardan biridir. Topla oynamağı sevən, daima rəqiblər üzərində üstünlük yaradan bir komandadır. Biz bugün futbolumuzu oynamağa çalışdıq. Birinci hissədə bizdə oyun daha yaxşı alınırdı, daha böyük üstünlüklə oynayırdıq. Qol da vurduq, fərqləndik. Rəqibə demək olar ki, hər hansısa bir qol epizodu yaratmağa imkan vermirdi. Bilirik ki, oturuşmuş kombinasiyalar var, onların qarşısını inamla dəf edirdik və özümüz oyuna nəzarət edirdik. İkinci hissədə 60, 65, 70 dəqiqədən sonra bu tip əzmkar və oturuşmuş oyunu olan bir komandaya qarşı ikinci qolu vurmursansa, təbii olaraq oyunun sonluğu sənin üçün çətin keçəcək, ağır keçəcək. Bu gün də elə oldu. Oyunun sonlarında çox sayılı cərimə zərbələri elədik. Ən çox məni açıq narahat edən oydu. Ən çox da təhlükə o cərimə zərbələrindən sonra, standart vəziyyətlərdən sonra olurdu. Dönən toplar, qapıya zərbələr. Belə, amma oyun planında rəqibə hər hansısa bir hücumlarının keçməsi, alınması, ona maksimum qarşısına alır, imkan vermirdik. Futbolçuları təbrik edirəm. Bu oyun bir də onu göstərdi ki, bu il çempionat nə səviyyədədir və bizi bu çempionatda nə cür oyunlar gözləyir. Rəqiblər hamısı inamlı, əzmkar mübarizə aparır. Digər oyunlardan da misal gətirmək olar ki, heç kim asanlıqla təslim olmur, heç bir oyun rahatlıqla bitmir. Yəni, bütün oyunlar əzmkar oyun şəraitində keçir və hesab da son dəqiqələrə qədər nə, necə olacağını da proqnozlaşdırmaq olmur. Və biz də maksimum çalışacağıq ki, inşallah bu rəqabətə tab gətirək. İndi qarşıda bizi 6 gün sonra Kəpəzlə Yevlaxda oyun gözləyir. Artıq maksimum bu oyunu tez unudub oyuna köklənəcək.